Hörmətli tamaşaçılar, mən bloger Orxan Şirinli. Yenidən Ağdam şəhərindən sizi salamlayıram. Bu günləri 20 noyabr tarixi məhz Ağdam şəhəri günüdür. Bildiyiniz kimi 8 noyabr Şuşanın işğaldan azad olunmasından sonra məğlubiyyətini təsdiqləyən Nikol Paşinyan 2020-ci ilin noyabrın 9-dan 10-na keçən gecə məhz o şanlı tarixdə kapitulyasiya aktını imzaladı və bəyanat imzalandı üç ölkə tərəfindən. Azərbaycan prezidenti cənab Ali Başkomandan İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri məğlub Nikol Paşinyan bəyanata imza attılar və bu bəyanatın ikinci bəndində deyilirdi ki, 20 noyabr tarixində məhz erməni separatçıları qeyri-şərtsiz Ağdam şəhərindən və işğal altında olan Ağdam rayonunun 73% ərazisindən çıxarılmalıdır. Və belə də oldu. 20 noyabr tarixində Ağdam şəhəri işğaldan azad olundu və məhz Azərbaycan ordusu həmin günü Ağdam şəhərinə daxil oldu. Bu ərazi Ağdam Cümə məscididir. Məhz mən buraya çəkilişə gəldiyim zaman günorta saatlarıdır və əzan səsləndi. Doğrudan da Azərbaycan ordusunun, Ağdamların ilk daxil olduğu, məhz Ağdama gəldiyi zaman ilk olaraq ziyarət etdiyi məhz Ağdam Cümə məscidi oldu. Məhz Ağdam Cümə məscidinin qarşısında Azərbaycan prezidentinə, Ali Başkomandana məruzə olundu ki, Ağdam işğaldan azad olub. Bəli, Ağdam Cümə məscidi bizim üçün çox şey ifadə edir. Bizim Ağdamın simvollarından biridir. Mən bu günləri Ağdam Cümə məscidinin qarşısında yeni inşa olunacaq və bünövrəsi yeni tökülmüş Ağdam çay evinin qarşısından ilk reportajımızı həyata keçirdik. Məhz Ağdam çay evi haqqında, onun tikilməsi barədə, hansı ərazidə yerləşdiyi barədə ətraflı məlumat verdim. Onu da digər videolarımda izləyə bilərsiniz. Bu reportajımda isə mən Ağdam şəhərində gedən abadlıq, quruculuq işləri barədə sizə çəkib göstərirəm. Ağdam şəhərində doğrudan da inanılmaz şəkildə abadlıq, quruculuq işləri gedir. Yenidən qurma işləri gedir. Məhz ikinci yaşayış kompleksində həyata keçirdiyim çəkilişlər onu göstərir ki, bu işlər sürətlə davam edir və bugün 20 noyabr tarixində Ağdam şəhəri günündə yenə də burada işlər davam edir. Tezliklə, çox qısa zamanda bu həftə ərzində məhz Ağdam şəhərinə köç başlayır və ilkin olaraq 104 ailə köçürüləcək və bu şəhərin məhz bu nöqtəsində ikinci yaşayış kompleksinin açılışı olacaq. Gözünüz aydın olsun Ağdamlılar, gözünüz aydın. Ağdamın bütün hər yeri gözəlləşir, hər yeri abadlaşır. İkinci yaşayış kompleksində hansı yönə, hansı tərəfə baxanda müasirliyin şahidi olursan, yaşıllığın şahidi olursan, abad şəhərdir, yaşıl şəhərdir Ağdam şəhəri, gözəl şəhərdir bizim şəhərimiz. Bildiyiniz kimi 8 noyabr tarixində Ağdam şəhərindən çox gözəl bir reportaj hazırlamışdım. Məhz bu reportaj doğrudan da çox izləndi, həqiqətən də gözlədiyimdən də artıq izləndi. Tək elə TikTok hesabımda 350 minə yaxın izlənmə oldu bir video. Digər videoları hələ demirəm. Ümumilikdə
1 milyondan artıq izlənmə oldu və mən gördüm ki, həqiqətən də Ağdamlılar məni sevir, məni istəyir və mənim Ağdam şəhərindən məhz bu yenidən qurmadan, bu inkişafdan olan videolarımı gözləyir. Çünki hər birisi mənə böyük bir ümid edir, böyük bir rəğbət bəsləyir. Mən də sizin etimadınızı dolduram. Hər dəfə bura gələndə yeni çəkilişlərlə, yeni görüntülərlə sizin qarşınıza gəlirəm. Sevginiz üçün təşəkkür edirəm. Keçən səfərki çəkilişimdə hər kəs məndən soruşmuşdu ki, ay Orxan, bütün məlumatları verdin, hər şey əladır, gözəldir, amma bir şey deməmişdin ki, de görək bu binalarda lift varmı? Bəli, bu binalarda lift var. İstər ikinci, istər üçüncü, istər dördüncü, beşinci, altıncı mərtəbəli binaların hər birisində, 7 mərtəbəli binalarda var bu yaşayış kompleksində. Hər birisində məhz lift var, liftlə təmin olunub və çox da belə necə deyim, orta yaşlı insanlar, ahıl yaşlı insanlar soruşmuşdu ki, məhz biz pilləkənləri necə qalxacağıq əgər lift yoxdursa. İnandırıram ki, sizi hər birisində lift var. Əziz Ağdamlılar, narahat olmayın. Burada insanların rahatçılığı üçün hər şey düşünülür. Hörmətli izləyicilər, əziz Ağdamlılar, keçən səfər 8 noyabr tarixində çəkdiyim məhz bu ərazidən olan görüntülər idi. 8 noyabrdan 20 noyabra 12 gün keçib, görün nə qədər inkişaf gedib məhz bu ərazidə, nə qədər yaşıllaşdırma, yenidən qurma işləri gedib. Gözəl bir çınar ağacı əkilib, gül kolları, park salınıb məhz bu ərazidə. Həqiqətən də Ağdam şəhəri günü-gündən gözəlləşir deyəndə bax bunu nəzərdə tuturdum. Çox sağ olsun buranın ustaları, işçiləri, fəhlələri, hər birisi, layihə rəhbərləri, hər birisi var olsun ki, bax bu gözəllikləri Ağdam şəhəri üçün yaradırlar. Həqiqətən də inanılmaz bir dəyişim var Ağdam şəhərində. Ağdam şəhəri ən gözəl gününü yaşayır. Çünki bu yaxında Ağdam şəhərinin məhz ikinci yaşayış kompleksinin bu ərazinin açılışı başlayacaq və ilkin olaraq Ağdam şəhərinə 104 ailə köçürüləcək. Daha sonra isə məhz ikinci yaşayış kompleksində binalar tam hazır olduqca bu köç prosesi davam edəcək və daha sonra birinci, üçüncü, dördüncü, beşinci yaşayış kompleksləri isə 2026-cı ilin sonuna dək təhvil veriləcək. Məhz bu ərazidə, Ağdam şəhərinin bu bölgəsində 20 min və 25 minə yaxın insan məhz bu əraziyə köçü başlayacaq. Əziz Ağdamlılar, inanılmaz bir dəyişim var Ağdam şəhərində. Özünüz gəlib burada yaşayanda, burada əyani şahid olanda görəcəksiniz ki, həqiqətən də superdir. Mən bu gözəllikləri sizə təqdim eləməkdən yorulmuram. Çünki burada gözəl insanlar işləyir, gözəl işlər görürlər və gözəl bir şərait qururlar siz Ağdamlılar üçün. Bax bu ərazidə Ağdam şəhərinin məhz bu ərazisində, bu məhəllənin düz ortasında gözəl bir park salınıb və uşaqların
yeniyetmə uşaqların əyləncəsi də düşünülüb və burada bu binalarda yaşayan insanlar məhz öz uşaqlarını məhz həyata düşürdüyü zaman bu parkda həm uşaqlarını əyləndirəcəklər, həm də asudə vaxtlarını valideynlər özləri gözəl şəkildə, çox səmərəli şəkildə keçirəcəklər. Doğrudan da heç bir Avropa ölkəsində məhz belə bir gözəllik yoxdur həqiqətən də. Bu Ağdam şəhərində, Qarabağda yaradılır. Təşəkkür edirəm. Var olun ki, məhz bizi izləyirsiniz, bizi seçirsiniz. Minnətdaram. Bu gözəllikləri yalnız mən Orxan Şirinli sizə təqdim edirəm. Sağ olun, var olun. Hörmətli izləyicilər, dəyərli Ağdamlar, ikinci yaşayış kompleksində 2 otaqlı evin içərisinə daxil oluruq. Bu da tam fərqli bir dizayndadır. Məhz qapıdan koridora daxil olduğumuz zaman burada sanitar qovşağı görürük. Sanitar qovşaqdır. Daha sonra bu otağı açdığımız zaman həm burada sanitar qovşaq, əl yuma yeri və hamam olan hissəsidir. Digər 2 otaqlı çəkdiyim vaxtı xatırlayıram. Orada həm bir ayaq yolu, həm də hamam və ayaq yolu var idi. Amma burada ayaq yolu yoxdur hamam hissəsində. Bu da yəqin ki, bu ərazinin balaca olmasıyla bəlkə də müqayisə edib bura ayaq yolu qoymayıblar. Bəli, bura dediyimiz kimi 2 otaqlıdır. İndi biz bu otağa daxil olduğumuz zaman balaca bir yataq otağıdır. Yataq otağıdır və buradan balkona qapı açılır. İndi biz zala keçirik. Bu zal hissəsidir, yəni qonaq otağıdır. Standart, normal bir otaqdır. Bir dənə çılçıraq taxılıb bura və buranın da balkona açılan hissəsi çox gözəldir həqiqətən də. Gəlin, yaxınlaşın, operatorumuz zəhmət olmasa. Geniş bir balkonu var buranın. Balkon hissəsi həm burada çörək muzeyinə, operatorumuz oranı çəksin zəhmət olmasa, həm çörək muzeyinə, həm də Ağdam Cümə məscidinə baxır. Və bu hissə isə məhəllənin ən gözəl hissəsinə baxır. Çünki bu hissədə balkona çıxdığınız zaman məhz bina sakinlərinin bu parkda gəzişdiyini, istirahət etdiyinin şahidi olacaqlar. Elə özləri də həmçinin aşağı düşəndə məhz övladlarını burada bu parkda gəzdirəcəklər. Məhz parkda da gözəl şərait yaradılıb, uşaqlar üçün əyləncə zonaları təşkil olunubdur. Ərazi çox gözəldir, mənzərə superdir, həqiqətən də adam baxanda valeh olur. Bəli, bura isə 2 otaqlı mənzilin mətbəx olan hissəsidir. Mətbəx çox genişdir, həqiqətən də yataq otağına baxdığın zaman mətbəx hissəsi daha genişdir. Mətbəx hissəsində də yenə balkona açılan qapısı var, mənzərəsi də az öncə göstərdiyim mənzərədir, superdir. Burada isə mətbəx gözəl bir mebellə təchiz olunubdur. Hər şey mükəmməl qaydada. Və burada biz Ağdamların verdiyi bir sual var ki, Orxan, deyirlər ki, Ağdamda tikilən binalarda qaz olmayacaq. Həqiqətən də belədir. Ağdamda tikilən binalarda heç birisində qaz yoxdur, qazla təchiz olunmuyub. Amma keçən səfər görmüşdülər ki, burada məhz aspirator və eyni zamanda qaz filtrəsi var. Mən sizi nəzərinizə çatdırım ki, indi operatorumuz yaxından çəksin zəhmət olmasa. Bax, bunlar hamısı yəni tokla, enerji ilə işləyən, tok cəryanı ilə işləyən bu qaz filtrəsidir.
Məhz bunu da bir daha siz adamların diqqətinə çatdırıram ki, tam dəqiq əmin olun. Bax, şnuru da buradadır. Bu şnur taxılacaq toka və burada isitmə yalnız tokla təmin olunubdur. Yəni, həqiqətən də bir daha şahid olduq ki, və verilən çox suallardan biri idi. Ağdamda binalarda qaz varmı? Qaz yoxdur. Bu 2 otaqlıdır. İndi gedək görək 3 otaqlı mənzil necədir? Hörmətli tamaşaçılar, indi isə ikinci yaşayış kompleksinin məhz 3 otaqlı mənzilinə daxil oluruq. Koridor hissəsindən. Bu 18 nömrəli mənzildir. Qapısı da çox keyfiyyətlidir və təhlükəsizliyə ciddi riayət olunur. Gördüyünə qədər burada kilidi var. Bax, burayla da bunlar açılır. Gördüyünüz kimi. Çox möhtəşəmdir. İndi biz 3 otaqlı mənzilə daxil olduğumuz zaman koridor hissəsi genişdir. Baxın, bir burada foyer hissəsi, burada isə bir dənə də digər otaqlara açılan hissə var. İndi biz daxil olaq, başdan başlayaq. Bura bir yataq otağıdır. Baxın, bir yataq otağıdır. Burada pəncərə hissəsi də parkın ən gözəl hissəsinə açılır. İndi zəhmət olmasa buranı da çəkin. Orada da işlər gedir, gördüyünüz kimi. Və bu bir otaq. İndi biz buraya daxil oluruq. Bu da ikinci bir otaqdır, əziz tamaşaçılar. Burada da divar kağızları fərqli stildə vurulubdur. Geniş bir pəncərəsi var burada da və qızdırıcı sistemi də var. Qışda yəni mərkəzi istilik sistemi ilə təchiz olunur. Otaqlar hamısı mərkəzi qazanxana sistemi ilə isidilir. Burada da məhz parka açılan gözəl bir mənzərə var pəncərədən. İndi biz daxil oluruq 3-cü otağa. Burada mətbəx hissəsidir. Kiçik və normal bir mətbəxi var bu hissənin də. Burada da balkon yenə də açılır parka, parkın ərazisinə. Burada da mətbəxdə çayınızı götürüb, balkonda oturub rahat şəkildə mənzərəni seyr edə məhz çayınızı içə bilərsiniz. İndi oraya getməmiş gəlin. Burada sanitar qovşaq barədə məlumat verin. Çox da gözəl sanitar qovşaqdır. Həqiqətən də hər tərəfi kafeldir, yüksək səviyyəli. Bura isə yəqin ki, hamam olan hissəsidir. Baxın, 2 otaqlıda bax onu deyirdim, əziz tamaşaçılar. Hamam hissəsində ayaq yolu yox idi, ancaq hamam olan hissəsi idi. Məhz bir də əl yuma hissəsi burada var idi. Amma ayaq yolu məhz unitaz qoyulmamışdı. Amma 3 otaqlıda bu nəzərdə tutulubdur. Burada isə girib, baxın, çimə bilərsiniz. Tuş hissəsi də yenə də yüksək keyfiyyətli materialdan qoyulubdur. Əladır, superdir həqiqətən də. İndi biz hamam hissəsi ilə tanış olduq. 2 otaqla tanış olduq. Burada mətbəxlə də tanış olduq. Sonuncu otağımız isə yenə bir gözəl mənzərəli, həm şəhərin sənaye zonasına açılan mənzərəsidir bu pəncərə. Bura isə yenə də parka baxan hissəsidir. Çox gözəldir həqiqətən də. 3 otaqlı mənzilimiz belədir, əziz ağdamlar. Bu evdə, 18 nömrəli bu evdə kim yaşayacaqsa, Allah xeyirli eləsin. İnşallah gəlin köçürdəsiniz, oğul evləndirəsiniz. İndi isə gedək görək 4 otaqlı mənzil məhz bu binada necədir? Bəli, əziz dostlar, mən Orxan Şirinli, məhz dəyərli Ağdam sakinlərinə 2-ci yaşayış kompleksində evlərlə burada tanış edirəm həmin sakinləri, buraya köçəcək sakinləri. Geniş bir koridor hissəsidir. Burada 5-6 ev var. Hərəsi yəni 2 otaqlı, 3 otaqlı, 4 otaqlı evlərdir. Mən sizə 4 otaqlını indi göstərəcəm. Əvvəl 2 otaq və 3 otağı çəkmişdim. İndi gəlin görək bu yaşayış kompleksində məhz 4 otaqlı mənzil necədir? Qapıdan girdiyimiz zaman bizi bir dənə və belə bir hamam hissəsi
qarşılayır dəyərli dostlar. Baxın, burada hamam hissəsidir. Burada isə yenə bir ayaq yolu və əl yuma yeri. Burada isə yaş dəsmallarınızı asıb quruda bilərsiniz. Burada istilik gəlir. Bəli, indi biz ikinci bir qapını açırıq. Görək burada nədir. Burada da gördüyünüz kimi bir ayaq yolu və bir necə deyirlər, əl yuma yeri bizi qarşılayır. Bir qapı isə burada açılır mətbəx hissəsinə. Mətbəx hissəsi isə burada genişdir. Mətbəxin balkona açılan hissəsi isə məhz burada Ağdam Cümə məscidinə və buradan həm Hilton otel görsənir, həm qarşıda isə bizi Ağdam Muğam mərkəzi qarşılayır. Digər tərəfə baxdığımızda isə orada Azər İşıq Enerjinin binası görsənir. Mətbəx hissəsi də genişdir, fərəhdir. Burada da isə qaz plitəsi, aspirator və mebellə təchiz olunub. İndi gəlin digər otağın qapısını açaq. Bir-bir hamısını sizə göstərəcəm. Bura isə qonaq otağıdır. Çox da belə gözəl, geniş bir otaqdır. Deyir Zahir xan, bütün evlərin otaqları hamısı balaca-balacadır. Amma 4 otaqlıda zal çox genişdir. Burada 3 pəncərə var, hərəsi bir mənzərəni. Ən gözəl, operatorun zəhmət olması yaxınlaşır. Ən gözəl mənzərə isə bax budur. Bu pəncərə bizi həm Ağdam Cümə məscidini göstərir. Baxın, Ağdam Cümə məscidi, 1 nömrəli məytə göstərin zəhmət olmasa. Həm orada Ağdam Dram Teatrının qalıqları görsənir və eyni zamanda kameramızı sola fırladığımız zaman biz burada dağıdılmış çörək muzeyinin qalıntılarını görürük. Çox gözəl bir mənzərə qarşılayır həqiqətən də bu hissədə və Xıdırlı qəsəbəsi də oradan görsənir. Axşam Ağdam şəhərindən Xıdırlı qəsəbəsi çox ışıl-ışıl yanır da. Bütün çünki hər yer orada işıqlandırılıbdır. İşıqlandırma vasitələri ilə, özdə həmin işıqlandırma vasitələri günəş enerjisi ilə işləyir, əziz dostlar. İndi digər bir otağı sizə təqdim edirəm. Burada fərqli bir divar kağızı ilə üzlənib. Mənim reportajımda siz sual verdiniz ki, bütün otaqlar eyni divar kağızı ilə üzlənib. Yox, elə otaqlar var ki, fərqli divar kağızı ilə üzlənib. Burada az öncə göstərdiyim o mənzərə bax burada aiddir. Bu pəncərədən də bütün şəhər ayağınızın altında çox rahat görsəniz, dəyərli bizim tamaşaçılarımız, dəyərli Ağdam sakinləri. İndi növbəti bir adam itirir burada əməlli başlı. Həqiqətən nə qədər otaq var. Bitmir. Gəz-gəz bitmir. İndi bu ərazisə bir yataq otağıdır. Səliqəli və balaca, tez qıza bilən. Burada da az öncə göstərdiyim mənzərə bax bu əraziyə də aiddir, yəni bu otağa da aiddir. Bu ərazilər bu otaqdan da çox rahat şəkildə görsənir. Burada da fərqli bir divar kağızı işlənibdir. Onu da diqqətinizə çatdıram və koridorumuzun sonunda sonuncu otağı da bu düzdür. Yəni indi gedirik. Burada çox geniş. Mənə desəydiniz ki, yəni əsl Karnoy Ağdamlı kimi danışacağam. Mənə desəydiniz ki, ən çox bu otaqlardan hansını bəyəndiniz? Deyərdim ki, 4 otaqlı. Niyə? Çünki 4 otaqlı həm otaq sayına görə, həm də otaqlarının genişliyinə görə fərqlənir. Bax, bu otaq da böyük bir otaqdır. Məsəl üçün, deyək ki, 2 otaqlının, 3 otaqlının zalı heç bu qədər deyil. Amma 4 otaqlıda 2 dənə, hətta deyərdim 3 dənə böyük bir otaq var. Bu otaq da balkona açılır, qapısı. Buradan da məhz hansı ki bizim bu dağıdılan çörək muzeyi var. Ora çox rahat bir şəkildə balkon açılır və rahat bir şəkildə orada siz şəhəri seyr eləyə bilərsiniz. Doğrudan da əziz və dəyərli bizim Ağdamlılar, Qarabağlılar, bura köçən insanlar. Həqiqətən də bu otaq da kimə qismət olacaqsa bu ev, bu 4 otaqlı ev, həqiqətən də Allah xeyir versin deyirəm.
çox möhtəşəmdir, çox genişdir, fərəhdir. Doğrudan da Allah hər birinizə xeyirli eləsin. Gözəl günləri məhz burada yaşayasınız, görəsiniz. Və Ağdamda əmin olun ki, indən belə ancaq əmin-amanlıq olacaq. Ancaq xoş xəbərlər, şadyanalıq olacaq. Ancaq bax belə zəfər günlərimizi bu şəhərdə qeyd edəcəyik. Necə ki, bu günləri Ağdam şəhəri günüdür. İnşallah gələn il Ağdam şəhəri günü elə şəhərin özündəcə, elə şəhər sakinləri tərəfindən çox da gözəl şəkildə qarşılanacaq, gözəl bir konsert proqramı olacaq. Qarşıda gözəl günlər bizi gözləyir. Mən bu gözəllikləri bloger Orxan Şirinli sizin Ağdamlınız çatdırdım. Özünüzdən müğayət olun. Gələn videolarımızda görüşənədək. Sağ olun, salamat qalın.